Salamlar hamıya. Bugün English Files Student Book and Workbook'tan növbəti dərsimizdeyiz. 50 Years of Pop, pop musiqisinin 50 illiyindən danışacağıq. Who writes that song? Kim yazıb bu mahnını? Görək söhbət nədən gedir. Baxaq bura. Burada deyir ki, vocabularies in pairs of group and special questions. Deməli, suala cavab verməliyik. What music song album do you like listening to? Deyir ki, sən necə mahnılara qulaq asmağı xoşlayırsan. Pop or rock or rap, yəni hansı mahnı növüdür? Birinci, deməli, when you are happy, deyir nə, sən nə vaxt xoşbəxt idin. When you are sad, nə vaxt qəmgin idin. When you are at a party, nə vaxt partidaydın. When you're in car, nə vaxt maşındaydın. When you are studying, nə vaxt öyrənirdin. When you are in love, nə vaxt sevirdin. Deməli, deyir, sənin sevimli singers musiqiçin hansıdır? Özünüz bu suallara özünüzə cavab verə bilərsiniz. İndi biz bunu burada işləyəcəyik. Deməli, bugünkü dərsimiz gördüyünüz kimi when, who, why'dı. When, who, why. Yəni sual əvəzlikləri, suallarımız. Bilirsiniz ki, cümlədə bu üçü ən birinci gəlir. Cümlədə sual olduqda feildən də əvvəl bunlar gəlir. Sonra feil, sonra mübtəda qoyulur. Əgər who, what, which və ya why bunlar cümlədə mübtədanın özü kimi çıxış edirsə, məsələn, who sing, oxuyan kim oxuyandır, oxuyur. Burada biz köməkçi feillər qoymuruq. Əgər yox, söhbət kimdənsə gedirsə, məsələn, cümlədə subject varsa, burada artıq biz did, do, does köməkçi feilindən istifadə edirik. Gəlin baxaq. Gəlin ikiyə də baxaq, sonra ora baxaq. Baxın, which song did? Hansı mahnı? Artıq whichdən sonra isim gəlib. Gördüyünüz, ona görə burada did işlənir. Çünki hansı mahnı, mahnının özündən söhbət getmək, hansı mahnıdan söhbət getdiyi üçün did olur. Did sing with Nicole Kidman. İkiyə baxırıq. Who sang? Burada da kim oxuyur? Oxuyandan söhbət getdiyi üçün biz artıq did, does qoymuruq. Burada da bu elə belə mətn haqqında sualdır. Yəni bu hissədən danışırıq. Baxaq. Baxın, did. When did deyir ki, nə vaxt o əsas lead singer, əsas musiqiçi öldü. Və did baxın, equality qalmaqdan söhbət gedirsə, harda qalmağı soruşacaq və ya olur. Sonra stay together deyir ki, qaldı, nə qədər vaxt qaldı, how long olacaq. Sonra baxın, husband isim var. Deyir ki, who'dan sonra həmişə feil gəlir. Who məsələn sing, who məsələn nə bilim read. Whichdən sonra which cansızlarla işlənir əsasən. Who'dan sonra isə hər zaman isim gəlir. Ona görə who husband olamaz. Whose husband? Kimin əri? Is film director yazıcı, yəni kimin əri direktor idi. Sonra what happened? Baş vermək, yəni nə baş verir? Which song? Burada da görürsünüz song var. Which song? Hansı mahnı cansızdır? Gördüyünüz kimi who sang? Kim oxuyur? Gördüyünüz söhbət özündən gedir. Burada why did Nirvana? Deyir, nə üçün Nirvana? Artıq burada mübtəda var cümlədə. Ona görə did işlətdik. Mübtəda olmasaydı did də olmayacaqdı. Çünki mübtəda o zaman onun özü olacaqdı. Ona diqqət edin. Which band? Deyir, hansı band, yəni qrup. Sonra burada deməli how many spice vs how many gördüyünüz kimi cəmli olduğu üçün cəmli oldu. How did burada da who did Chris Martin? Çünki Chris Martin var. Olmasaydı did də olmayacaqdı. Burada isə biz mətnə qulaq asıb seçməliyik əslində cavabları. Çünki bizdə indi mətn yoxdur. Qulaq asıb seçəndə də nə deyirsə ona uyğun variantı seçirik. Gördüyünüz kimi 91-ci ildə Hotel California'da deməli 17-ci il üçün Madonna'nın deməli burada nə seçmişik?
Sir Mick Jagger ilə Something Stupid nəsə axmaq. Sonra Kylie Minogue because Kurt Cobain, Genesis 5 in Accidental Direct Hours. Burada göstər hamısı adlarıdır musiqiçilərin isimləri. İndi bura baxırıq. Burada da deyir ki what gördünüz V kimi səsləndi, who V kimi səsləndi. İkisi də W'dur. Amma baxın bir V kimi səslənir, bir də who. When V kimi səsləndi, where V kimi səsləndi, how V kimi, which V kimi, why V kimi, whose who kimi səsləndi. İndi baxaq bura. Bu arada what nə deməkdir? Who kim? When nə vaxt? Where harada? How necə? Which hansı? Why nə üçün? Whose kimin? Görürsüz kimin? Məsələn deyək mənim. Mənim tək işlənir yox. Ona görə yanında mütləq isim olmalıdır. Mənim kitabım. Görürsüz ona görə də whose ona görə hər zaman isimlə işlənir. İndi burada nə deyir? Spellings elədik. İndi baxaq bura. Mətni oxuyaq birinci. Tərcüməyə əsasən bu ikisini həll edəcəyik. Who write Imagine? Deyir, Imagine-i kim yazıb Imagine-i? Baxaq, Imagine John Lennon's most famous songs. John Lennon'ın məşhur mahnısı idi. Was recently voted Britanya'da favorit son illərin mahnısı idi. It is the listic songs about peace and the hope for a better. Bütün dünyaya sülh bəs edirdi. Imagine also people living, bütün insanlar sülhə yaşayırdı. The was a big hit in 1971. Deyir ki, ona vaxt 1973-də öldü. And again in 1981 when Lennon was martyred in New York. Deyir, o yenidən məşhurlaşdı. It's become a hit for a time after the terrorist attack of September 11. Deyir ki, və terror hadisəsi hücumu baş verəndən sonra sentyabrda yenə bu mahnı məşhurlaşdı. 3 dəfə məşhurlaşıb gördüyünüz kimi. But amma who really write, amma mahnını kim yazıb? Until answers questions for always John Lennon. But yalnız amma deyir onun TV proqramı Speak Lennon's Wife çıxanda Lennon'un həyatını Yoko on Spock danışırdı ki, the first time bir dəfə about how she in fact helped ona kömək edib write the song mahnını yazmağa. On said that the idea and inspiration for Imagine came from some of poems that John Lennon was reading at the time. Deyir, o dedi ki, bu əsəri yazanda deməli o onun əsərini John Lennon oxuyub, the famous begin deyir, poemen başlayanda with the word imagine, raindrop, yağış damcısı, goldfish, on said when I was a child Japan during a second world war my brother and where deyir ki, 2-cü Dünya müharibəsində idi mənim qardaşım, terrible, angry, dəhşətli idi. I imagine delicious meals for him and he began to smile, başladı deməli gülmək. If you think something is impossible, bu mümkünsüzdür, you can imagine it and make it happen. Onu xoşbəxt edirdi. Imagine in an interview just before he did, o öldü. Deməli Lennon admitted that Yoko discovered credit for Imagine. He has a lot of, deyir, o dedi, çox the lyrics, mahnı sözləri və concept come from gələndən from her book of poems, kitabın poema Imagine that Lennon said that he was too mature to share the credit with her the time. One said that some of the song was written when they flying across the Dirona vaxt uçdu Atlantika. And the rest was written yazdı on the piano in their bedroom, yatak otağında as they home in England, İngiltere'de evde. The song Speak, mahnı about John Dream. John'un xəyalları o dünyada for the world is it was something he really wanted to say. O deyirdi, Imagine become a popular song for peace activities everywhere. Bütün deyir ki, insanlara sülh aktivitesi edirdi. In March, the airport in his hometown in Liverpool was named John Lennon Airport. Deyir, onun evinə Liverpool'a gedir. A thing about the main interview has a line from Imagine about views on the sky.
Deyirlər ki, orada da əsərdən bir hissə var. The above is only sky. Belə. Hə, indi baxaq. Deyir ki, John Lennon read our honest poems. Deyir, onun yalnız bir poeması vardı. Yox, John Lennon wrote Imagine düzdür yazmışdı. True. Yoko deyir ona kömək etmişdi. True. Birinci buna baxmalıydıq. Deyir ki, Imagine 3 hissədən ibarət idi. Düzdür, True'dur. Daha doğrusu 3 dəfə məşhur olub. Sonra Yoko kömək etmişdi əsərə. Düzdür, True. Bu əsəri kim yazmışdı? Onun bir əsəri səhvdir. Deməli, Lennon heç vaxt deməmişdi. Yox, ona false səhvdir. Imagine was written to plus false səhvdir. John Lennon opens New Liverpool Airport düzdür. Airport'a getmişdi. Burada harda qaldıq? Deyir ki, John son interview, True düzdür, interview oldu. Liverpool düzdür, getmişdi. TV proqramlara çıxmışdı düzdür. Ölməyi düzdür, True. Popular da True. Gördüyünüz kimi. Oxuyanda mən tam olduqdan sonra sualı tam oxumadan da cavabı artıq biz bilirik. İndi keçək bu hissəyə. Burada nə deyir bizə? Baxın. Burada punk. Punk deyilir, punk yazılır. Görürsünüz, musiqi növlərindən danışır. Rock musiqisi that is played in a fast, loud and aggressive. Deyir ki, agresifdir, cəlddir, and was very popular in the late 1970s. Jazz belə yazılır. Style music invented by black American musicians in early part of 20th century. Deyir, Amerikada məşhurlaşmışdı. Deməli, məşhur musiqiçilər bu üsuldan istifadə edirdi. Rap belə yazılır. A type of music singer don't sing but speaks the words quickly. Jazz sözlərdən istifadə olunur. Opera belə yazılır. Opera teatrda olur. Gördüyünüz kimi teatr. Sonra nə yazılır? Heavy metal a type of deməli loud rock musiqi bir növüdür. Gitarla ifa olunur. Ondan sonra gəlir blues daha doğrusu blues yazılır. A type of music development musiqi hissəsi inkişaf edirdi. Amerika musiqisi. Bu yavaş, often tez, qəmgin və güclü musiqi növüdür. İndi baxaq burada nə deyir? Complete the questions with the questions first. Bu sual sözlərini burada yenə qoymalıyıq uyğun seçim. Birinci zaten qoyulub. Söhbət hardan gedirsə where olur. Söhbət ildən gedirsə when nə vaxt olur. Söhbət insandan gedirsə who olur. Görürsünüz was gəlir çünki. Sonra burada da baxın real name. İsim gəlibsə whose qoyacağıq. Canlıdırsa əgər. Baxın member of which qoyacağıq. Cansızdır, növdən danışır. Burada nə vaxt tarixdən danışırsa how many. Burada da həmçinin how long tarixdir. Burada baxırıq what was the biggest-dir. Nə vaxt deməli o böyüdü. Sonra deyir what happened, nə baş verdi. Why is there music, nə üçün onun mahnıları populyardır. Burada heç tərcümə etmədən də biz ondan gələn sözə baxaraq sual əvəzlərini seçə bilərik. İndi baxırıq burada bizə nə deyir? Circle the correct questions. Səhv, doğru cavab daha doğrusu işarələyirik. Yəni burada nəyə görə seçirik? Did gəlməlidir yoxsa yox? Who did gəlməlidir çünki Yoko var. Yoko isim varsa gəlməlidir. İsim yoxdursa, əgər onun özü isimlidirsə, onda gəlməyəcəkdir. Whose speech burada da did var çünki ad var. 3-də who lives deyir kim yaşayırdı Madonna ilə. Yoxdur, ona görə B. Madonna ilə deyil, Madonna demir ki kimlə yaşayırdı. When did, sonra which member of was. Burada isə which instrument did. Çünki deyir hansı instrument. Burada isə birinci uyğunlaşdırırıq
A'dakı çalışmayla, exercise'la. Baxırıq. Guy Ritchie 3-cü sualın cavabıdır. Deyir, kim ilə yaşadım adamla? Guy Ritchie seçdik. Freddie Mercury 5 deyir ki, yox deyəm. Birinci deyir, hansı musiqi alətindən istifadə edirdi? Gitar. Sonra deyir ki, Yoko ilə kim evlənmişdi? Yoko ilə kim evlənmişdi? Gary Howell. Bir budur. Sonra deyir, başqa hansı sualımız qaldı? Madonna kimlə yaşadığını dedi. Deməli, which species dedi, qısar saç qısa hansı idi? Freddie olacaq. 1. John Lennon'dan 5. İndi baxırıq. Burada da yenə suallardan sonra did yoxsa does qoymalıyıq, yoxsa yox baxaq və cavaba əsasən seçirik. Baxaq. Burada yazılıb onsuz da when. Bax cavaba baxaq. Deyir Kurt Cobain öldü. Deməli, nə vaxt öldüyünü soruşursa, when did və əgər did does varsa, fiil keçmişdə də olsa, yenə biz onu sual veririk, kökündə veririk. D olur. Sonra where do penguins live Antarctica? Harada? Sualda do does olur. Cümlədə olmaya bilər, amma sualda do does olur. How many baxın, burada zaten sual var. How many cars Oscars did The Lord of the Rings win? Görürsüz? Onu yazılıb, amma win olur. Sualla, deməli, fiillər do, did, does'dan sonra gəldikdə fiillər. Kökündə gəlir hər zaman. Söhbət hansı zamandan gedirsə getsin. Sonra who, baxaq burada who, won, çünki burada kimlə danışır? Tutlar yoxdur, axına görə won olduğu kimi olur. Oscar for Best Director where was Maria Safarova born? When did your brother go to? Bura belə. Burada baxaq, deyir ki, hansı W-nə hansı? Walk W, right? Right əslində W eşidilmir gördüyünüz kimi. So, wash W, sonra draw, white, who, who. Sonra to'da gördüğünüz gibi W eşidilmir. Who, sonra happy, hands, or hair, gördüğünüz gibi hıyla səslənənlər. Lead tərcümələr. Lead singer əsas müğənni deməkdir. Lyrics mahnı mətni. Plane crash təyyarə qəzası. Poems poema. Singer musiqi. Delicious dadlı. Become olmaq. Deserve layiq olmaq. Şiir paylaşmaq. In fact da fact. İndi burada suallar verib. Questions time sual zamanı. Can you answer these questions? Deyir, gəlin bu suala cavab verək birlikdə. What kind of music do you listen to? Deyir, hansı növ musiqiyə qulaq asmaq xoşlayırsan? Məsələn, biz bugün öyrəndik. Rock, rap, jazz, opera. Yəni istədiyinizi seçib deyə bilərsiniz. When do you like listening to music? Nə vaxt mahnıya qulaq asmaq xoşlayırsan? Məsələn, on the bus, avtobusda və ya in the harda deyək, at the home, evdə, yəni nə istəsəz deyə bilərsiniz. Bu write your favorite song, sənin favori mahnın hansıdır? Bəyəndiyiniz mahnı deyə bilərsiniz ki, my favorite songs is, məsələn, filan mahnı. How often do you go to concert? Siz konsertə gedirsiniz, nə vaxt gedirsiniz? Who's the most popular singer in your country? Sizin şəhərdə kimin mahnısı məşhurdur? Bu suallara cavab vermək üçün, məsələn, çətinlik çəkmək heç gərək yoxdur. Sual əvəzliklərini çıxardıb, deyirsiniz ki, məsələn, my popular singer, mənim söhbət sizdən gedir, axı deyirsiniz ki, my popular singer, mənim populyar musiqiçim is filan kəsdir. Bunun yerindəki söz işlənir. Bu qədər bugünkü dərsimiz. Hələlik.